Hər birinizi salamlayıram kanalımda, xoş gördük deyirəm və yeni bir vlog ilə sizinləyəm. Mən isə biraz vaxt tapmışdım və bu çoxdan aldığım Emil üçün mozaikanı dedim ki, bugün bitireyim. Amma əvvəlcədən deyim ki, bitirə bilmədim, amma çoxsunu, çox payını elədim. Çox adama xoş gəlir bunu eləməyə. Mənim üçün belədir, bilmirəm, bəzi insanlar xoşlamır, bilirəm. Belə insanlar da tanıyıram ki, hansılar ki deyir ki, mənə əsəbləşirəm belə xırda bir iş görəndə, ya da ki, mənim hövsələm çatmır. Amma mən çox xoşlayıram belə iş görəndə, rahatlıq tapıram, fikirlərimi toplayıram və ya da nəsə bir şey yandırıb paralel olaraq baxa-baxa bunu eləyə bilərəm və bundan dediyim kimi çox zövq alıram və indi də bunu başlamışam ki, eləyim. Biraz vaxt tapdım, 6 bazar. Amma ki, tam bitirə bilməsəm də, heç olmasa çox tərəfini, yarısından çoxsunu elədim. Çoxdan kanalımda Temu alışverişim yox idi. Bu dəfə Temudan bəzi şeylər sifariş elədik və onları sizinlə də bölüşmək istəyirəm. Və ilk öncə buradan nə çıxdı? Buradan isə sport üçün sumka, Albina üçün bu çantanı sifariş etmişdi. Çünki üzgüçülüyə gedir, istəyirdi ki, belə bir idman çantası olsun və biz də sifariş elədik. Biraz materialı yumuşaqdır, nazikdir, amma belə bir çanta olaraq pis deyil. Praktikdir, cibi də var və ən yaxşısı nədir bunda? Altında xüsusi ayaqqabı üçün, ayaqqabı qoymaq üçün ayrıca belə bir atsek var və bu çox rahatdır. Açırsan qıraqdan, altına ayaqqabını qoyursan, içəri isə bütün paltalarınızı qoyursunuz və bununla da ayaqqabı və paltar qarışıq düşmür. Və razmer olaraq da çox idealdır belə gənc xanımlar üçün, idmana, dənizə, hara istəyirlərsə təkcə öz əşyalarını qoyub aparmaq üçün idealdır. Sonra isə Albina belə bir yubka özünə sifariş etmişdi. Bu ətəkdir, amma altında şort var. Çünki ətək olaraq çox qısadır, amma şortik olduğundan altından geyinib getmək olar. Həm də ki, bizdə Bakıda həmişə küləkli havadır. Məncə şortik olmasa heç yerə getmək mümkün deyil. Növbəti sifariş isə Kamilindir. Kamil özünə artıq kompüteri yığıb, indi isə mikrofonu çatışmırdı və biz də onu Temudan sifariş etdik. Belə stol üstü mikrofondur. Spesiallə oyun oynayanlar üçün və personalni kompüteri var. Özü üçün stol üstündə hər şey düzəldib. Bu da onun üçün çox uyğun bir əşyadır. Növbəti sifariş də Albinanın sifarişidir. Özünə çimərlik paltarı sifariş etmişdi. Burada da elə bil ki, ətəklidir. Çəhrayı rəngdə və leopard printi olan belə bir çimərlik deməli paltarı, kupalnik sifariş etmişdi. Çox gözəldir, keyfiyyəti də, rəngi də və üstündən dediyim kimi belə ətək var. Biraz daha da belə bağlı olmaq üçün gözəl bir çimərlik paltarıdır. Çox bəyəndik. Növbəti sifariş Emil üçün idi. Emilə sadəcə olaraq rezin tapçıqa zakaz elədim. Çünki bunlar çox qəşəng idi. Üstündə dinozavr şəkildə var idi və yumuşaq idi. Ona görə Emilə buradan zakaz elədim. Bunları Temudan, həm də göy rəngdədir. Emilin ən xoşladığı rəngdə. Emil də çox bəyəndi. Bəzi şeylər burada yoldaşımın da öz işinə görə zakaz eləyib. Onları heç göstərmirəm sizə. Çünki özüm də onlardan çox da başı açmıram. Bu isə Kamilin sifarişidir. Kamil özünə şortik sifariş etmişdi. Eynən bu şortikdən keçən də sifariş etmişdi. O qədər xoşuna gəldi ki, yenə eynisini sifariş etdim. Bu isə mənim çimərlik üçün olan paltarımın geyiminin alt hissəsidir və üst hissəsi də olmalıdır, dəstdir. Altla üst ayrıdır, amma üstü belə setdir, 3 dənə rəng birlikdə. Bunların da həm razmeri, həm keyfiyyəti, hər şey xoşumuza gəldi. Çox bəyəndik. Birinci dəfə idi çimərlik paltarını sifariş edirdim Temudan, amma çox yaxşı gəldi və ümid edirəm ki, yenə də sifariş edəcəm və onlar da belə gözəl gələr. Növbəti sifarişdə Kamilindir. Kamil özünə 2 dənə futbolka sifariş etmişdi, belə animədən, amma səhvi ondaydı ki, baxmamışdı ki, bunlar pambıq deyil. Ona görə də materialı sintetikdir. Bu isə Kamilin adaptör üçün olan şnurudur. Bu da dediyim kimi ikinci deməli futbolkası. Eyni 2 futbolka sifariş etmişdi, 2 rəngdə və sadəcə olaraq materialı yaxşı olmadı, çünki sintetikdir. Yayda isti olar, biraz yayın sərin vaxtlarında, payıza keçən aralarda. Bu isə Albina dırnaq zakaz etmişdi. Birinci dəfə belə dırnaq zakaz elədi ki, bunları kley ilə yapışdırmaq olur. Elə bil ki, nakladnoy kimi görünür. Birinci dəfə zakaz eləmişik bunları da. İndi baxaq necə çıxacaq. Sabahsı gün isə biz getdik Duzlu gölə.
Bu il artıq ikinci dəfədir ki, Duzlu Gölə gedirik. Nəsə xoşumuza gəlir orada və mütləq özümüzdən yemək aparırıq. Çünki keçən dəfə bir dəfə aparmadım. Fikirləşdim ki, birinci dəfə gedirik, tez baxaq necə olacaqsam və uşaqlar sudan çıxan kimi dedilər ki, mama nə yeyəcəyik? Ona görə də bu dəfə mütləq götürdüm. Həm çay, həm qarpız, həm çayla içmək peçenkalar, həm evdə piroq bişirmişdim. Onu da götürdüm və həmişəki kimi pendir, kalbasa, hər bir şey ki, uşaqlar üçün komfort olsun. Bu isə sabahsı gündür qızlar. Biz həmişəki kimi dua etə getdik səhər yeməyimizi yeməyə. Amma bu dəfə o qədər tez getmişdik ki, siz deməyin dua et saat 10-da açılır. Biz isə onun yarısı idi gedəndə. Tez getdiyimizə görə biraz fikirləşdik ki, mağazinləri gəzək saat 10-a qədər yarım saat. Bəxtimizdən də üzbəüz burada mağazinlər doluydu. Biz də getdik, biraz hər şeyə baxdıq. Nə var, nə yox və çox gözəl yer mağazinlər tapdıq. Və fikirləşdik ki, yenə də buradan nəsə lazım olanda mütləq bura gələcəyik. Sizin üçün də çəkdim, burada belə çantalar var idi. Bu çanta gördüyünüz kimi həm rüqzaq, həm də belə tutmaq üçün yaxşı idi. Qiyməti üstündə yox idi. Çox təəssüf ki, bu mağazində qiymət var idi 23 manat. Unutmuşdum. Emil isə həmişəki kimi oyuncaqlara qaçır, baxır ki, burada nə var, nə yox və hamımız bütün buradakı mağazinlərdə özümüzə bir şeylər baxdıq. Fikirləşdik ki, yenə də nəsə lazım olsa, həm burada kanselariya mağazini var, çox gözəl, həm oyuncaqlar var burada. Hər bir şeylər var, həmişəki kimi, bütün mağazində olduğu kimi burada da var. Amma bəzi mağazinlərdə çeşid o qədər çox olur ki, adama ləzzət edir. Mağazində vaxtımız çox tez keçdi və biz də saat 10-da yenə də gəldik dua edə və gördüyünüz kimi süfrəmiz bol. Çox xoşumuz gəlir burada, həm gözəl servisdir, həm də gözəl yeməklər verirlər səhər yeməyinə, həm də münasib qiymət. Qaydanda isə meyvə tərəvəzdə alıb qayıtdım evə. Mən deməli sabah yeməyini, səhər yeməyindən sonra nələr aldıq? Burada bizdə rayondan bir kişi gəlir. Ondan hər cür meyvələr aldıq, həm belə şəftalı, həm belə nektarin. Bu da hələ nektarindir. Xiyar aldıq, qarıdalı aldım, badımcan, sonra biber, çox gözəl, baxın nə gözəl biberlər. Sonra kartuşka aldım, pomidor da belə uzun pomidorlardan və göyərçək aldım. Axşam istəyirəm quta bişirim və sizinlə də paylaşacağım. Bunlar isə dua etin açılmasını gözləyərkən aldığımız nasoçkalar. 80 qəpiyə idi bu. Bunu Albina istədiyi bir heştadadır. Bantik belə bir gülləri də var. Sonra kiprilər üçün bundan aldıq və naskilər, adi naskilər hansısa biri 1.20-yədir. Bu da 1.20-yədir, bu da 1 manat. Amma var idi bir heştada olanlarda. Müxtəlif qiymətlərə idi və müxtəlif də materiallarda. Mən isə artıq meyvə tərəvəzi yerbəyər etdim, qarğıdalları qoydum qaynamağa, nə yeyəcək, qalanda salata əlavə edəcəm. Artıq qaynadı, mən də bunları tarelkaya çıxardıram ki, soyusun. Bu qarğıdallar biraz elə bil ki, artıq köhnəlmişdiyim də bərkimişdi. Mən daha çox bunları xoşlayıram, nəinki o yeni çıxanda çox yumuşaq olanda, amma hər ikisini belə yeyirəm, ümumiyyətlə qarğıdalını çox xoşlayıram. Göyərtiləri də təmizləyirəm, yuram və doğrayıram. Bunları hamısını hazır edirəm. Bir də ki, xəmir də yoğuracam, qoyacam xaladelnikə və biz bugün istəyirik uşaqlarla hamımız ailəlikcə gedək, biraz da velosiped sürək. Gün ortadan sonra gözləyirik yarım saat 4-5 olsun ki, biraz hava sərinləsin. Bugün çox istidir. Ona görə də indi istəyirəm hər şeyi hazırlayıb qoyum ki, gələn kimi də velosiped sürüb gələn kimi də tez başlayayım quta bişirməyə. Əslində mən çoxdan quta bişirməmişəm, çünki il boyu həm mama, həm də bacım bişirəndə məni çağırıblar. Mamam bişirəndə özü gətirirdi, çünki yolu bir tərəfdən düşürdü deyənə göndərirdi bizə. Bacım isə bişirəndə həmişə çağırırdı ki, bugün quta bişirirəm, gəl biz də birlikdə bişirək. Ona görə də demək olar ki, çoxdan da quta bişirməmişəm, çox tənbəl olmuşdum və indi də mama kənddədir, bacım da nəsə işdədir, nəsə quta bişirmək həvəsi yoxdur yəqin isti deyənə. Ona görə də nəsə bu göyərtiləri gördüm, özüm həvəsləndim və başlayıram bişirməyə. Əslində quta bişirmişəm, sadəcə olaraq bu il bir dəfə də bişirməmişəm. Bəlkə də elə Emil olandan bişirməmişəm, çünki heç vaxt tapmamışam. Dediyim kimi onlar həmişə bizə veriblər deyənə heç belə ehtiyac da olmayıb.
Və bir də ki, keçən dəfə sizə demişdim ki, yağlı xəmirimin, qat-qat xəmirimin yarısı qalıb. Ondan isə şirin bişirəcəkdim. İndi isə bunun üçün əvvəl ev üsulunda şokolad yağını düzəldirəm. Bunun üçün 1 stəkan duru yağ, yarım stəkan süd və yarım stəkan şəkər tozu götürürük və 2 xörək qaşığı kakao. Bunların hamısını bir qaba qoyuruq və blenderdan yaxşı-yaxşı çırpırıq və indi görəcəksiniz ki, nə gözəl şokolad əmələ gəlir. Mən həmişə belə eləyirəm və qoyuram xaladenika bir qabın içinə. Uşaqlar istəyəndə çörəyə sürtürlər, bliniklərə sürtürlər. Ümumiyyətlə bu şokolad yağı çox yaxşı gedir bizdə və çox sevilir. Bunu isə mənə bir dəfə hansısa bir qonaqlığa gedəndə bir rus qadın tanışımız, bir rus qadın demişdi ki, belə bir şokolad eləyirdi və gətirmişdi. Orada birinci dəfə bunun dadına baxmışdım və gördüm ki, çox dadlıdır. Mənim isə uşaqlarım, məncə hər bir uşaq şokolad çox xoşlayır. Ona görə də bunu belə evdə bişirib qoysaq daha da gözəl olar. Mən məsəl üçün kənd südündən əlavə elədim və məncə bu daha faydalı olar. Şirniyyat üçün o qədər çox getmir deyənə belə bir konteynerə qoyuram ki, qalanını da xaladenika qoyum, rahat-rahat uşaqlar çıxardıb yeyə bilsin. Biraz səhvim bu dəfə oldu ki, bu xəmiri əvvəlcədən çox tez çıxartdım və yay olduğundan tez əriyir. Ona görə biraz çətin oldu, amma belə yenə də elədim, formalaşdırdım. Sadəcə olaraq biraz bərk şəkildə eləsəydim bunu daha yaxşı alınardı. Kurasana oxşatdım. Bundan bir kurasana oxşayan bir şeylər düzəltdim. Uşaqlar da çox bəyənib, hamısını yedilər. Bir çay içib biz düşdük həyətə. Bu yaxında bir həyət var, onun həyətinə getdik. Çünki burada yer düzdür və mənə baxmayın. Mən hələ öyrənirəm velosiped sürməyi. Balacalıqda öyrənməmişim, ona görə indi öyrənirəm. Bir ara Emil elə olmayanda öyrənmişdim və ondan yadımdadır. İndi də istəyirəm ki, tez-tez sürüm ki, tam yadımdan çıxmasın və ümumiyyətlə çox xoşlayıram da nəsə maşın sürüm, velosiped sürüm. Ona görə istəyirəm ki, praktika eləyim ki, daha yaxşı olsun, sürətli sürə bilim. Sadəcə olaraq bu velosiped mənə balacadır, amma bu velosipeddə özümü biraz yaxşı hiss edirəm. Çox qorxmuram da deyim belə bu velosipeddə. Ona görə də bunu sürürəm. Amma bu Kamilin velosipedi idi. Amma Kamil hal-hazırda sürdüyü velosiped daha çoxdur. Mən onu sürəcəm inşallah gələcəkdə. Biraz da bununla opt yığandan sonra. Vaxtı çox qəşəng keçirdik və saat yarım, 2 saat burada belə fırlandıq, sürdük və inanırsınız heç vaxt necə keçdisə bilmədik, o qədər bizə ləzzət elədi. Ümumiyyətlə xoşlayıram ki, ailəlikcə nəsə eyni bir şey edək, hamı da bundan zövq alsın. Hal-hazırda Kamil bizi çəkir və velosipedini verib atasına, biz ikimiz burada indi sürürük birlikdə. Emil isə hər dəqiqə bizlə sürür. Dayanmadan, gördüyünüz kimi biraz tormozdan aram heç yaxşı deyil hələ ki. Amma Emil çox super sürür. Hələ ki düzdür o balaca 2 təkərini çıxartmamışıq. Çünki bu velosipedi bu il sürür. Keçən il balaca velosipedi sürürdü, oradan təkərini çıxartmışdıq. Amma biraz böyük olduğundan hələ ki təkərini saxlamışıq. Amma çox böyük skorusla sürür və çox gözəl idarə edir. Maşallah öyrənib. Mən düşünürəm ki, ümumiyyətlə belə bir sport deyimi, nə deyimi, hamımız eləməliyik, öyrənməliyik, sürməliyik, aktiv olmalıyıq. Ümumiyyətlə mən düşünürəm ki, insanın ürəyində işinə qalmamalıdır. Balacalıqda eləmədisə də, böyüyəndə o istəyirsə onu eləmə, ürəyindən keçirsə mütləq onu sınamalıdır, çalışmalıdır, eləsin, göstərməlidir və bəlkə də görəcək ki, yox, heç bunluq deyil bu. Sadəcə olaraq bir xəyal olaraq qalmışdı, amma indi bunu yoxlayandan sonra gördü ki, yox, bunu heç istəmirmiş bu. Bundan zövq almırmış. Amma elə də olur ki, nəyəsə fikirləşirik, amma heç vaxt da buna əl atmayanda da, bunu sınamayanda da elə ürəyimizdə qalır ki, kəşki eləyərdik. Amma belə isə biz bir dəfə sınayırıq və bilirik ki, bu bizlikdir, yoxsa bizlik deyilmi və bundan zövq də ala bilərik. Mən məsəl üçün bu velosipedi sürəndə çox zövq aldım. Hava 5-6 olmağına baxmayaraq o qədər isti idi ki, hamımız qıpqırmızı qızarmışıq. Yəqin burada bir 4 litrdə su içdik. Amma buna baxmayaraq bu isti hava şəraiti, yıxılmağımız, durmağımız heç bir şey bizi yormadı. Daha da yenə də zövq aldıq bu istirahətimizdən. Ümumiyyətlə bu 6 bazar çox super keçdi bizdə. İndi isə qaydırıq evə və başlayıram qutab bişirməyə. Dediyim kimi xəmiri əvvəlcədən yoğurmuşdum və xaladenika qoyub getmişdim. İndi isə mənə qalır bir dənə bunu yayım, içinə göyərtini doldurum və saca qoyum. Mənim sacım balacadır, ona görə də qutablarım da balaca olacaq. Amma ilk öncə mən kündələyəcəm. Və qutabın içinə qoyduğum göyərtiləri ayrıca bir qabda duzluyuram və yağlayıram, kərə yağından tökürəm və sonra bu lavaşın içini doldururam belə. Bağlayıram və sacın üstünə qoyuram. Hər dəfə göyərtini ayrıca belə yığıram, eləyirəm. Və
Sacım dediyim kimi çox balacadır, ona görə qutablar da balaca oldu. Kənddə eləyəndə qutabları böyük edirik. Burada isə balaca eləyirik. Ayranla da yedik. Çox dadlı olmuşdu. Bilmirəm çoxdan da yeməmişdik, yoxsa göyərtilər dadlı idi mi? Ona görə də çox yaxşı alınmışdı. Hamısı çox yaxşı. Yedi bir dənə Emildən başqa. Emil göyərtini hələ yeyə bilmir. Yeyə bilmir deyəndə ki, istəmir. Bir müddət olur uşaqlarda. Onlar yemirlər bəzi tərəvəzləri, amma sonra keçib gedir. Beləliklə qutablar bişir. Qutabı götürəndə də üstünə kərə yağı əlavə edəcəm. Sadəcə olaraq bu dəfə əridilmiş var idi, hələ onu da belə sürtdüm. Tezdən adisini sürtmədim. Beləliklə bu qədər qutabım oldu hələ. Bir bu qədər də biz yedik və sizə isə təşəkkürümü bildirmək istəyirəm ki, sonuca məni izlədiniz. Abunə olmağı unutmayın ki, mənim videolarımı qaçırmayasınız.